Biz hər zaman ağciyər xərçəngindən danışarkən kişi xəstə təqdim edirik. Amma son dövr həm ədəbiyyat məlumatları, həm bizim gündəlik rast gəldiyimiz xəstə nümunələrində qadınlarda da bu xəstəliyin həm müşahidə edildiyi, həm də son dövrlər sayının artdığını görürük. Həmin bizim 58 yaşlı bu qadın xəstəmiz biraz daha diqqətinin, biraz daha məsuliyyətinin sayəsində çox erkən mərhələdə, birinci mərhələdə bir xəstəlik olduğunu bilib və ona görə də çox uğurlu bir cərrahi əməliyyatla bu xəstəlikdən qurtulub. Patologik cavaba baxarkən bizim üçün pis proqnostik faktoru olan limfovaskulyar invaziyasının olmağı xəstəyə və ailə üzvlərinə izah edildi. 4 kurs qoruyucu kemoterapiya. Bu yolunu keçdik biz. Kemoterapiyalarımız artıq bitdi. Kontrolumuzu keçdik. Hər şey qaydasındadır. Hər şey bununla bitə bilərdi. O halda ki, biz bugün ağciyər xərçənginin təqibindəki müasir biliklərə malik olmasaydıq. Ən son ədəbiyyat məlumatları ondan xəbər verir ki, xəstədə mütləq şəkildə genetik müayinələr baxılmalıdır. Özəlliklə qadınlarda, siqaret çəkməyən şəxslərdə EGFR mutasiyası ehtimalı daha çox olduğuna görə özəlliklə bu müayinə baxılmalıdır və onun pozitivliyi bizə 3 illik bir tabletlə bu qorumanı daha da gücləndirmək üçün əlimizə fürsət verir və bunun araşdırmalarla nəticəsi sübut olunmuşdur ki, bu tableti qəbul edən xəstələrdə xəstəliyin geri gəlmə riski daha aşağıdır. Ona görə də biz bugün özü məsuliyyətli olan bu xanıma biz tərəfdən də tibbi olaraq, bilik olaraq ən məsuliyyətli davranırıq ki, onun üçün hər şey yaxşı olsun. Növbəti təmiz kontrollarda görüşmək ümidi ilə çalışın, həmişə sağlam olun.